İki aşiq var. Amma taleyin amansız oyunlarından bir-birini uzaqdan uzağa saf və səmimi məhəbbətlə sevən və bir-birindən ayrı düşən iki könül. Qovuşa bilməsələr də qəlblərində yaşadıkları sevgi onları əbədi olaraq həyata bağlı saxlayır. Çünki bu iki cütlük həyatı bir-birində görürlər. Onların münasibəti sevgi ilə yanaşı, həm də həyatın qaçılmaz tərkib hissəsi olan bahisələri də özündə daşıyır. Hər incilikdən sonra barışma, hər barışmadan sonra isə sevgi daha da dərinləşirdi. Lakin cütlüklərdən birini bağışlamaqda çətinlik çəkməsi zamanla onlara xoşagəlməz hallar yaşadır. O, qarşı tərəfin ən kiçik səhvini belə unutmur, onu kiçik daş kimi öz qəbinin qutusunda yığırdı. Hər yeni mübahisə zamanı həmin qutu açılır və içindəki daşlar qarşı tərəfin üstünə bir-bir yağırdı. Bağlanmalı olan köhnə yaralar yenidən qanayır və təzələnirdi. Zaman keçdikcə həmin qutu böyüyüb daha da ağırlaşırdı. Yığılan daşlar isə cütlüyün çiynində yük kimi olurdu. Nəhayət bir gün o qutu elə böyüyüb, elə dolub ağırlaşır ki, növbəti mübahisə zamanı yığılan daşlar qarşı tərəfin başına elə yağır ki, o bu dəfə daşlara ağırlığı altından qalxa bilmir. Sevgini koruyan bağlar qırılır. Sevən könül göyə ucalır. Bağışlamaqda çətinlik çəkən isə yığdığı daşların içində qalır. Onlar ona imkan vermir ki, o da göyə ucalıb sevdiyinə qovuşsun. Bu sevginin qaniçən qatili Əzazil cəlladı, kin, qutu və bir də yığılan daşlar olur. Bu danışdığım hekayə əslində acı bir həqiqətdir. Bağışlamaq yalnız qarşı tərəfi deyil, həm də insanın özünə də azadlıq bəxş edir. Keçmişdən yapışmaq, inciklikləri toplamaq sevginin nəfəsini kəsir. Bağışlamaq isə